Herkese salam. Yeniden kanaldayıq və yenidən oyundayıq. Keçən videoda söz vermişdim, bu evi dəyişəcəm. Çox köhnə, belə atılmış bir ev kimi eləyəcəkdim. Oyunu biraz da çətinləşdirək dedim. Gördüyünüz kimi burada çox az bir məbləğdə balans pul var. Bu hara gedir? Oxumağa gedir ay Allah. Çalışıb işləyib bu evi remont eləməliyik və bu evi abadlaşdırmalıyıq. Missiyamız bundan ibarətdir. Evi deməli belə düzəltdim. Bu qədər, yəni belə tör, töküntü vəziyyət, örümçək torlarına qədər yəni qoydum. Yəni çox köhnə, nənədən və babadan mı qalma bir evdir. Uçuq belə çat vermiş divarlar və bu da evin içindəki hali. Bu yataq otağıdır, bu nə bilim uşaq otağı da ola bilər, iş otağı da eləmək olar, bura hamamdır, belə güya köhnə bir vəziyyətdədir. Bu isə qonaq otağıdır bu vəziyyətdə, bu isə mətbəxdir. Yəni, mən divarları açmışam, əslində belədir. Yəni, və biz bu evi abadlaşdırmalıyıq. Belə. İndi ilk işimiz bizim birinci pul qazanmaqdır. Köhnə ayaqqabılardır, burada nəsə eləmək olur, yox eləmək olur. Sadəcə 5 simolyon var və bundan heç bir şey etməyə mümkün deyil. Təəssüf ki, 400, niyə gəldi 400 bizə? Bir dəqiqə. Burada demək tapşırıqlar var ki, biz onları eləsək, bizə balansa pul oturur. Bilmirəm, yəni onu qəbul eləyəkmi yoxsa yox, nə qədər uyğun gələr bizə. Heç bilmirəm, yəni nə qədər düz olar, düz olmaz. Yəni durduq yerə 400 simolyon hardan gəldi bizə? Kimin borcu var idi bizə qaytardı? Məncə olmasın. Və heç bir bu qaydaları da qəbul eləməyək, sıfırdan özümüz başlayaq. Və 5 idi bizdə, mən istəyirəm qoy əvvəlki pula qaydaq. Oy, üstünü klaviaturası inandı. Yəni, elə 5-lə də qalsın. Və biz indi baxaq bir ərazidə nə var, nə yox, əlimizə nə düşür, nəyi eləyə bilərik. Bu arada, bu evin içində güya köhnədən qalma belə bir malbert var. Toxunma üçün belə sap qutuları var. Bunlarla nəsə toxuyub, nəsə satmaq olar. Və bu işıqları da gəlin belə eləyək. Avtomatik rejimə qoyaq ki, otaqlarda boş-boşuna yanmaz. Neydən başlaya bilərik? Deməli, territoriyada baxaq, ərazidə baxaq, nə var? Bu nədir? Bu bir güldür ki, əmələ gəlməyib. Burada bitkilər də var, yığıb, toxumu yığıb əkmək olar. Burada mən bu arada qoydum bu 2 dənəni. Yəni, köhnədən qalma bir şeydir də, ən azından buna köməkli olsun. Üstündə əkib becərməyə və bunu da idman üçün qoydum. Köhnədən belə bir boks üçün nə bilim, idman aləti var. Burada nə var? Burada biz balıq tuta bilərikmi? Xeyr. Burada balıq tuta bilmirik, çünki uyğun deyil. Ərazidə bir maraqlı bir şey yoxdur. Biz ancaq nə edə bilərik burada? Maraqlı əraziyə gəlib şəkil çəkə bilərik. Burada park da var bu arada. Manqal da eləmək olar.
Sadəcə mənzərə şəkli çəkmək və fotoqraflıqla məşğul olmaq olar. Hal-hazırda qonşumuz var. Hələ ki budur. Bu nədir? Yox, bizdə giriş yoxdur. Neysə, çıxaq bir əraziyə, şəkil çəkək. Gəl bura görüm sən. Qoy gəlsin. Bunlar lazım deyil də biz bunları bağlamışdıq ki, bizə əlavə pul gəlməsin heç bir yerdən. Biz özümüz qazanaq. Gəlsin. Hara getdi? Ay qız, bu kitabı əlindən qoydu. Dəlidir, bu nədir? Ən azından əlində telefonu var və biz bu telefondan istifadə eləməliyik. Hara getdi? Aha. Demək, çox qəşəng bir mənzərə çəkməliyik. İndi biz açırıq burada telefonun kamera bölməsini və selfie də eləyə bilərik. Prosta şəkildə çəkə bilərik və biz şəkil çəkməyə götürürük. Çox gözəl mənzərədir amma. Böyle bir yerdə gəldik, durduq ki, bu arada tualetdir. Heç bir şey. Burada qurbağa var, gedib onu yığmaq olar. Belə bir mənzərə çəkək. Burada effektlər də var, tündləşdirə də bilərik, açıq edə bilərik. Oy, gözümü. Çox gür oldu. Aha. Belə. Belə də eləyə bilirik. Atkırıqqaya oxşuyur. Və belə də çəkə bilərik. Özümüz üçün mənzərə çəkirik. Bunları da satacağıq. En azından biraz pul kazanmak için. Bunda biraz belə eləyək, ağacı belə çəkək. Beş dənə şəkil çəkə bilərik. Körpünü çəkək burada. Və son bir dənə də şəkilimizi çəkək. Vəssalam. Və baxaq görək bagajında nə var. Keyfiyyət heç də yaxşı deyil. Hamısı keyfiyyəti pisdir. Neyim yoxdur, olsun. Olsun və biz nə qədər qazandıq? 17. 17 qazandıq. Burada qurbağa gördüm mən hardasa. Aha, buradaydı. Gəl bunu yığaq. Bu həm kolleksiyadır, həm də cütləşdirdikdə sonra satıb pul qazanmaq olur. Yaxud da eyni çıxsa satmaq olur. Nə qəşəng gördəklər var burada. Bundan şəkil çəkməliyik. Aha. Bir dənə düşdü. 10'dur bunun da qiyməti. Qızım, gəl yenə şəkil çəkək sənlə. Çox qəşəng bir yerdəyik. Gəl dur buradan. Yenə. Niyə də yəni? Burada da bu şəkli görək necə alındırırıq. Aha, buranı da böyle çəkə bilərik. Skameyka. Neyse, ağzımıza gələn bir şəkillər çəkirik ki, sonra sata bilək. Bir də tualeti çəkək burada. Bu da skameyka. Tənha skameyka. Görək buradan nə qədər oldu. Keyfiyyət yaxşı olmadı maalesef. Ay, bunların vəbşə 0.02'dir, 1'dir. Çox az, çox az, çox az.
Hələlik 22 oldu. Deməli, biz şəkil çəkməyi öyrənmək üçün bizə ən azı 50 lazımdır. Olsun məbləğ. Biraz da gəl buralarda bir şəkillər çəkib. Hara gəlsə daha yaxşı olar. Gəl bura. Deməli, burada da çay var, nə bilim, balaca bir mənzərəmiz var. Fəsil yazdı, amma heç bir şey əmələ gəlməyib hələ. Biraz tez gəlsən, vaxt gedir. Aha. Deməli, nə qəşəng burada göyərçinlər də var. Yox, bizdə bu ikinci əl bazarı lazım deyil. Demək, kameram çəkib çəkirik. Və mütləq bu göyərçinlər var idi, onlar çəkməliydik. Yox, bu deyil. Aha, burada. Göyərçin, sən də çəkək. Axı, çox idi göyərçinlər, niyə bir dənə oldu? Çox təəssüf, çox təəssüf. Yox, belə istəmirəm. Körpünü bir də belə çəkək. Gül kimi göyərçinlər var idi orada. Nə qəşəng səliqəli evi var bu qonşu kimdirsə. Görək bu nə qədər eləyəcək. Ay, hamısı pisdir. Qızım, sən niyə pis çəkirsən axı şəkilləri? Aha. 33. 33 oldu. Gəl biraz bu tərəfdən dur, bəlkə buradan göyərçinləri çəkə bilərsin. Buradan da bir. Səni bəlkə işə düzəldək. Əslində düzələ bilər. Yəni minimal bir məbləğ heç olmasa qazansın. Göyərçinlər, haradasınız? Nə gözəl. Okey. Bu evi də bu cür çəkək. Çox qəşəngdir. Sonra nə çəkə bilərik? Bunu da buradan çəkək. Tənha manqal. Və bunu da belə eləyək. Aha, bu mənzərə də qəşəngdir. Burada kamera ilə deyəsən çəkdikcə fotoqraf biliyi artır. İstədik ki, biabıçılıq 3. Tamam. Gəl sənə bir iş baxaq. İş baxmaq üçün əslində nə eləyə bilərik? Nəticən botu. Düzənli bir iş olsun. Çox elementar bir minimal bir iş olsun məbləğdə. Deməli, nə eləyə bilərik? Bu naturopat, bu nəticə təzə bir şeydir. Bu nə eləyir? Aha, bu deməli nə eləyir? Bitkilərlə sağalma. Bizim hələ ki elə bir biliyimiz və stolumuz yoxdur. Bəlkə doktor eləyim səni? Yox. Hərbiçi eləyək bəlkə? Yox. Kulinar. Kulinar eləmək üçün də bizim yaxşı qazımız olmalıdır ki, biz iş görə bilək. Gəlin olsun bu sadavut. Yəni bağban. Okey. Nə vaxtı işi? Deməli, biz meyvə yığmalıyıq, nəsə, məhsul yığmalıyıq. Və hələ ki, heç bir navıqımız yoxdur bu barədə. Qonşu, salam, ay qonşu. Aha, darın. Aha, ala bilərik biz deməli nə? Toxum almalıyıq.
Toxum. Toxum. Romantik. Gəl baxaq görək burada nəsə varmı? Sadavatçıda. Gəlin. Maalesef tek bir şey ala bilərik. Çünki qalanları 100'dür. Biz alaq nə? 35. Olsun mu? Paketi açırıq. Və nə çıxır? Aha, nə çıxdı bizdə? Çələk. Get evinə, eşiyinə, get ək bunları. Tez qaça get evə. Əslində bitkilər çoxdur, onları prosta yığa bilmirik, çünki hələ vaxtı deyil. Nə edirik indi biz burada? Bu çiyələkləri əkirik burada. Həm biliyi çoxaldırıq, həm də özümüz üçün pul qazanmağa. Gəl, hamısını ək. Bağlayayım. Demək, bilgisi artır. Bunu da həll elədik. Biraz tez ək. Və sula. Var. Əkliyim bitkilər sulamalısan. Aha. Bizdə niyə 157 oldu? Pul. Biz nə aldıq ki? Heç başa düşmədim. Niyə elə oldu. Hardan gəldi o pul? Neysə. Bunlar nədir? Deməli, nə edirəm? Ehtiyaclarından nə var? Yemək olacaq, bir də danışmaq istəyəcək bu. Deməli, belə, gəlirsən şəkil çəkməyə. Başlayırsan 50 simoleondan. Və onu sonra satırsan. Deməli, burada. Burada deməli, belədir, 50 verirsən, bir dənə balaca şəkil çəkib, onu daha üst qiymətə satmaq mümkündür. Bunu da bagajına qoyursan ki, bunlarla məşğul ola bilir. Əslində, bunlarla da məşğul olsa, satış eləyə bilər. Yavaş-yavaş otaqları dəyişməliyik. Deməli, necə eləyirik? Hər 1000 simoleon yığdıqca bir otağın remontuna başlayırıq. Yəni, müəyyən bir məqsədli bir məbləğ qoyuruq. Başlayırıq sonra yavaş-yavaş təmizləməyə. Hər 1000 başladıqca, məsələn, 1000 yığdıq, həyəti təmizləyirik. 1000 yığdıq, tutalım qonaq otağını və yaxud da yataq otağını təmizləyirik. Belə ardıcıllıq gedir. Birinci həyətdən başlayaq ki, həyət çox pis vəziyyətdədir, qurumuş ağaclar falan var. Burada gördüyünüz kimi bunları da göyə kəsirik, sonra yığışdırırıq. Nə qəşəng gül çəkdin sən, qız. Aha. Yaradıcılıq nabıqını aldı, yəni bilgisini aldı. Heç üzülmə, bilirəm perfeksionistsən, amma demək, nə edirik? Bunu satırıq kolleksiyonera. Hətta pis olduğuna görə yaxşı çəkməyib, ploxa yazılır, görürsünüz. Ona görə də az qiymət oldu. Ev yox, çəkə-çəkə öyrənəcək. 152. Bir dostun, tanışın varmı sənin acaba? Telefon. Yox, məncə kontaktında heç kim yoxdur. Ev yox, sən gəl bir dənə də şəkil çək. Bunu da 75 eləyək. Biraz üst olsun.
Burada simlər, yəni personajlar çox qəşəng şəkillər çəkirlər. Onu evdə də istifadə eləmək olar, yəni divardan asmaq olar. Bu arada bu pəncərələr də sonra dəyişmək mümkündür. Yəni istəsək bunları da dəyişə bilirik. Çox güman ki, buranı iş otağı eləmək planlayıram. Qızım, biraz tez çək. Tezləşdir. Az qaldı. Birazdan qonşular tanış olmağa gələcəklər. Bunu da sata bilərsən. Bəli, 75 verdik, 98-ə satırıq. İndi gəl özünə yemək hazırla. Xaladenika açırıq və nəsə bişirək. Makaron eləyək, pendirli makaron. Hazırla görək. Pajar eləməyəcəksənsə əgər. Oy. Necə pis bişirirsən sən. Yemək bilgisini də hazırladım. Elə bir kimsə gəldi. Qonşular gəldi. Gəl qonşularla da salamlaş. Qonşuları dəvət elə. Bu yeməyi əslində xaladenika qoya bilərik. Tez ol da, biraz tez ye. 3 saata yiyəcək yeməyin. Bu arada qonaqlar da gələndə belə bir tort gətirirlər. Meyvəli tort ki, heç yeməli deyil o da. Yəni simlərin allergiyası var buna. Qonşularla yaxşı münasibət qurmaq lazımdır ki, darıxmamağa. Salamlayaq sizə. Səni də salamlayaq, səni də salamlayaq. Özelləşdirəm. Sən tualet istəyəcəksən, get bir dənə ora. Bu hələ salamlayır hamını. Buna bax. Sən xeyr ola mənim xaladenikimdən yemək götürürsən. Sənə kim icazə verdi? Bunların belə öz başınalıqlarını heç sevmirəm. Ayıb. Demək. Əlində yu, gəl. Heç nə, tanış ol. Maraqlardan danışın. Gəldiyi üçün təşəkkür. Bax, yedin, qabı yu da. Bunu heç sevmirəm deyə bunu atacam çöpə. Çünki sonra müəyyən bir vaxt ərzində diskomport yaradır personajlarda. Gəl xanımlarla da bir danış. Gəldiyi üçün təşəkkür. Hiçbir şey pişirdiğim yemeğin hamısını yediler. Maalesef. Sonra uşaq günü necə keçir. Ay balam, bura tarelka qoymayın. Cəhləm getdi bu qonşularda, sağollaşacağım bunlarla. Haydi hamısını evə göndər. Tamam, gönder bunu da eve. Şu hamını gönder geçsinler eve. Gel bunu yu.
vazifamız. Yatmaq istəmirsən, saat 9-a işləyib onların saatı ilə. Burada qab yuyən yoxdur. Ona görə də hamamda yox, heç bir şey. Deməli belə. Bağlayaq bu bizdə bitdi. Özü yatmaq istədi. Get yat. Все. Və belə, bugün bu oyunu burada tamamlamaq istəyirəm hələlik. Yəni bu evə köçəndən sonra evin həm formasını istədim sizə göstərəm, həm missiyaları istədim göstərəm. Bundan sonra artıq oyuna başlayacağıq. Yəni bu oyunun necə başlanması, prosesin necə getməsi haqqındaydı. İnşallah yeni videolarda oyunun gedişatını bərabər oynayıb izləyəcəyik. Sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm.